Qurtlar bir dərmanla müalicə olunurmu? Bəli, əlbəttə ki, dediyimiz sözün arxasındayıq. Çox qurtlar cəmi bir tabletlə, bir dəfəlik istifadə ilə müalicə olunur. Tamamilə sağala bilirsiniz. Biz bu barədə keçən səfər danışandan sonra çox mənalı fikirlər formalaşdı. Biri dedi ki, yox, siz nə danışırsınız? Mən həftələrlə müalicə etmişəm, həftələrlə otlar qəbul etmişəm, heç qurtdan yenə də azad olmamışıq, yenə də uşağımda şikayət var. O birisi dedi ki, yox, bu yanlışdır. Bir tabletlə müalicə etməklə qurtdan azad olmaq olmaz. O boyda qurtlar cəmi bir tabletə qurtara bilərmi? Çox mənalı fikirlər formalaşdı. Amma mən sizə yenə də bildirmək istəyirəm. Qurt xəstəlikləri üçün istifadə olunan dərmanlar çox ciddi toksik dərmanlardır. Xüsusən qaraciyər həkimi olduğum üçün qaraciyəri qorumaq üçün mən bunu bildirirəm ki, qaraciyər üçün çox toksikdir. Bəli, qurdun növünə uyğun olaraq çox vaxtı cəmi bir dəfəlik tabletlərdən istifadə olunur. Siz bu qurd üçün olan dərmanların içərisində olan təlimatları da açıb özünüz oxuya bilərsiniz ki, orada da o təlimatlarda da yazır ki, çox vaxtı cəmi bir tableti bir dəfəlik qəbul edin. Və yaxud da ki, bir neçə müddətdən sonra onu təkrarlamaq olar. Sağlamlığınıza biganə qalmayın. Xüsusən də hər şikayəti, iştahsızlıq, ürək bulanma, qusma, xüsusən uşaqlarda çəki ala bilməmə, səhər yeməklərindən imtina eləmə, diş qıcama, ağızdan su gəlmə şikayətlərini hamısını qurtla bağlamayın. Bunun altda yatan başqa xəstəliklər ola bilər. Həkim mütəxəssislərə müraciət edin. Onlar sizə düzgün məsləhəti verəcəklər, düzgün müalicəni edəcəklər.